verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası avtobus marşrutları və metroda sərnişin daşıma üzrə yeni tariflər müəyyən edib. Yeni qərara əsasən metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq. Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhər daxili, qəsəbələr arası və şəhər ətrafı avtobus marşrutlarında sərnişin daşıma xidmətlərinin tariflərinin aşağı həddi də 60 qəpik olaraq müəyyən edilib. Bəs görəsən ictimai nəqliyyatda tələbələrə və təqaüdçülərə güzəştlər tətbiq olunacaqmı? Bununla bağlı missiyada danışan deputat Fazil Mustafa bildirib ki, bu məsələ üzərində ciddi düşünmək vacibdir. Mənim fikrimcə tələbələrə mütləq güzəşt tətbiq olunmalıdır, bir də təqaüdçülərə. Bu istiqamətdə düşünmək lazım. İndi ola bilsin ki, konkret bu formada edilmir, amma hər halda kartlar verilməsi yolu ilə bunu təsbit eləmək olar. Xarici ölkələrdə bu təcrübə var, amma bu insanlar çox sıxıntı çəkməməlidirlər. Hər halda bunu düşünmək lazım. Xatırladaq ki, yeni tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.